Salam, bir daha hər birinizi xoş gördük. Bugün sizlərlə keçən il, yəni 7 aprel 2024-cü ilə 9-cu sinif imtahanına düşmüş buraxılış sualı ilə qarşınızdayıq. Belə bir maraqlı sualımızın bugün həllinə baxacağıq. Dərsimizə keçməzdən əvvəl əlaqə nömrəmizi qeyd etmək istəyirəm. 077 325 70 77 dərsimə və ya dərslərimizə qoşulmaq istəsəniz nömrəmizə əlaqə saxlaya bilərsiniz. Daha sonra isə keçək sualın izahına. ABCD düzbucaqlısı formasında olan çərçivənin perimetri deyir 52 santimetrdir. Çərçivə kənardakıdır. Düzdür? Çünki çərçivə kənarda olur, şəkil içəridə. Bizə deyir çərçivənin perimetri 52-dir. Daha sonra çərçivənin hər tərəfindən 2 santimetr saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi. Baxın uşaqlar, şəkil üçün ayrılan hissə buradır. Yəni buranın sahəsi S bərabərdir 84. Buranın sahəsi 84-dür. Aydındır ki, bu düzbucaqlıdır. Bizdən cümləni tamamlayaq. ABCD çərçivəsinin, yəni ümumiyyətcə çərçivənin sahəsini istəyir. Çərçivə sahəsini tapmazdan əvvəl biz bu düzbucaqlının eninə və uzunluğuna hər hansı bir dəyişən deyil. Aydın ki, düzbucaqlıdır, eni uzunluğuna bərabər deyil. Eninə yazaq x, uzunluğuna yazaq y. X və y. Çərçivənin yox, şəklin sahəsi əgər 84-dürsə, yaza bilərik x vurulmuş y bərabərdir 84. İndi gəlin biz çərçivənin eni və uzunluğu üçün mümkün dəyişəni yazaq. Şəklimizin eni x idi və buradan bura məsafə 2, buradan burada məsafə 2 olduğu üçün x plus 2 plus 2 edəcək x plus 4. Deməli, bizim çərçivəmizin eni oldu x plus 4. İndi gəlin çərçivəmizin enini, daha doğrusu uzunluğunu, eni oldu x plus 4, uzunluğunu həmin dəyişən kimi ifadə ilə y-dən asılı. Bu halda da yenə görürəm ki, çərçivəmin uzunluğu y-dir. Buradan 2 santimetr artırmışam, buradan da 2 santimetr. 2 plus 2, 4, yəni uzunluğum olur y plus 4. Və bizə bildirir, deyir ki, şəklin çərçivəsinin perimetri 52-dir. Perimetr düsturuna görə kənardan yazıram. P bərabər idi 2 vurulmuş A plus B. Aydındır ki, biz perimetri tapmaq üçün düzbucaqlının eninin uzunluğuna toplayırıq və 2-yə vururuq. İndi gəlin hesablayaq. Bizim enimiz x plus 4, üzərinə gəlirəm uzunluğu, yəni y plus 4-dür və vururam 2-yə bərabərdir 52. Və bu iki ifadədən istifadə edərək sistem tənlik quracağıq və bu sistem tənlik köməyi ilə x-i, y-i tapandan sonra biz çərçivənin sahəsini hesablamalıyıq. Əvvəlcə, yuxarıda x vur y 84-dür, burada görəcəyim bir iş yoxdur. Demək olar ki, başlayıram aşağını hesablamağa. Görürəm x, y, müxtəlif dəyişənlərdir, saxlayıram, üzərinə gəl. 4 plus 4, 8. Vur 2 bərabərdir 52. Aşağını sadələşdirmək istəyirəm çünki əvvəlcə. X plus y plus 8-i saxlayıram, lakin bu 2-ni bura keçirirəm. Vurmanın əksi bölmədir. Ona görə 52 böl 2 bizə verəcək 26 və müsbət 8-də keçirirəm bura. Toplama 8-in əksi çıx 8. X plus y bərabərdir 26 çıx 8. X plus y bərabərdir 26-dan 8 çıxanda 18. Biz 2 dəyişən tapdıq ki, x plus y 18-dir, x vur y 84. İndi bundan istifadə edərək biz x plus 4 vurulmuş y plus 4-ün sahəsini hesablamalıyıq. Biz burada ayrıca x-i, y-i tapıb yerinə də qoya bilərik. Amma indi baxıram ki, əlimdə şərtlərə görə heç tapmasaq daha yaxşıdır. Çünki tapsam işim çox daha uzanacaq. Tapmadan gəlin sahə üçün asıllıq düsturunu yazaq. Necə? Buradan bəzi hissələri pozacağam. Lazımlı hissələri saxlayıram. Həll hissələrindən onları pozuram və ən əsas yerləri saxlayıram. Və bunu da pozuram, yuxarıdan yazarıq, səliqəli olsun. Yazıram, x plus y bərabərdir 18. Bizə nə lazımdır?
çərçivənin sahəsi. Çərçivənin eni x plus 4, uzunluğu y plus 4. Sahə deyəndə nə etməliyəm? Enini uzunluğuna vurmalıyam. Bərabərdir. Buranı isə uşaqlar, iki mötərizənin bir-birinə hasili üsulu kimi, yəni bir-birinə vura-vura açacağıq. Birinci x-i vuracağıq y-ə. X, y, üstə gəl. Sonra x-i vuracağıq 4-ə. 4x. Üstə gəl. Y-i vuracağım 4-ə. 4y. Üstə gəl. 4-ü vuracağım 4-ə. 16. Bərabərdir. İndi hələ ki mümkün sadələşmələrimi aparıram. X, y qalır. Üstə gəl. Burada hər ikisində ortaq vuruq 4 olduğu üçün 4-ü ortaq vuruq kimi çölə çıxardırıq. 4 vurulmuş. Mötərizədə x plus y plus 16. Aha, indi əlimdə olanlardan mən istifadə edə bilərəm. X, y nəyə bərabər idi? 84-də. X vur y 84 oldu. Əlimdə var istifadə etdim. Plus 4 vurulmuş mötərizədə x plus y. Aha, x plus y də varımdır. Neçədir? 18. Yerinə qoyuram. 4 vur 18. Üzərinə gəl 16. Artıq rahatlıqla sahəni hesablaya bilərəm. Hesablayaq. 84 üstə gəl 72 üstə gəl 16. Bunu da əlverişli yolla hesablayaq. 84 plus 16 100. 100 üstə gəl 72 172. Bizim deməli çərçivəmizin sahəsi oldu 172. Bu qədər. Növbəti videolarda görüşmək üzrə.